Salam dostlar, bugün sizə Alivia'dan aldığım məhsulları göstərəcəm. Alivia'da çox qəşəng endirimlər var. Əgər siz də yararlanmaq istəyirsinizsə mütləq gedin. Demək, ilk öncə belə bir dodaq nəmləndiricisi aldım. Neçə vaxtdır dodağım quruyur. Məndə olan artıq bitmişdi. Mən də bunu aldım. Beauty Dermin. Baxın. Belədir və çox qəşəng endirimə düşmüşdü. 10 manatdan 6 manata düşmüşdü. Məncə çox yaxşıdır. Baxın belədir ucudan. Məndə mangosudur. Daha sonra ikinci məhsulunu göstərmək istəyirəm. The Forest'in SPF-i. Mən bunu artıq 3 ildən çoxdur işlədirəm. Həm serumlarını alıram, həm niasinamidini alıram. O çox qəşəngdir məsamələr üçün. Artıq niasinamidin, nə bilim 4-cü flakonu falan alıram. Çox qəşəngdir. Həm nəmləndirici kremin altından da vura bilərsiniz. Üzü mat eləyir. Mən sevirəm o görüntünü. Bu isə SPF-dir. Qiyməti 16 manat neçəsə qəpikdir. 16 manat 40 qəpikdir, səhv eləmirəmsə. Endirimə düşmüşdü. 25 manatdan. Yenə də yadımda qalan kimi deyirəm. Təqib bilmirəm. Yəni amma endirimlərdir, çox yaxşı endirimlərdir. Daha sonra belə bir şampun aldıq. Bunun qiyməti 11 manatdan 3 manata düşmüşdü. Məncə çox möhtəşəm endirimdir. Qoxusu da çox qəşəngdir. Mən bunun daha öncə belə bir spreyini almışdım. Bunun qiyməti də 11 manatdan düşmüşdü. Səhv eləmirəmsə, ya 5 manata, ya 6 manata. Bunu mən tərəddüdlə götürdüm. Amma çox möhtəşəmdir həqiqətən. Yəni aldım ki, yəni yaxşı endirimə çıxdı, sadəcə sınayım. Amma çox qəşəng oldu, yəni xoşuma gəldi. Eyni də bu da onun şampunudur. Bu da 11 manatdan 3 manata düşmüşdü. Yəni görsəz alın. Həqiqətən çox qəşəngdir. Daha sonra belə bir yəni antiperspirant gelir də, səhv eləmirəmsə. Bunun da qoxusu həqiqətən çox gözəldir. Bunu bir dəfə aldıq. Bu da səhv eləmirəmsə 8 manatdan düşmüşdü 5 manata. Sırf qoxusuna görə aldım. O qədər bəyəndik ki, yoldaşım da bəyəndi mən də. İndi bunu yoldaşıma almışam. O istifadə edəcək. Həqiqətən iyisi möhtəşəmdir. Daha sonra belə gözaltı patçilər aldıq. Bunu artıq ikinci dəfədə alıram. Çox qəşəngdir. Həqiqətən gözün altına qoyanda hiss eləyirsən də, yəni gözün altını belə yüngülvari incidir. Amma elə məhsul olur ki, heç qoyursan təsiri yoxdur. Bu isə elə deyil, çox qəşəng, möhtəşəm bir şeydir. Holy Polly'nin belə gözaltısıdır. Daha sonra belə bir lak aldım. Neçə vaxt lak almırdım. Yəni nəsə gördüm, endirimə düşmüşdü. Bu da səhv eləmirəmsə 5 manatdan 3.20-yə düşmüşdü. Golden Rose'un belə ağ rəngdə lakını aldım. Daha sonra belə Dry Eyeder'ın Gold xalısını aldım. Bunun qiyməti 20 manatdan səhv eləmirəmsə 9 manata düşmüşdü. Bu da çox qəşəngdir. Düzdür, qoxusu falan yoxdur. Bunu da ikincisini alıram artıq. Amma qətiyyən o tər qoxusu gəlmir. Neçə saat qalsın. Yəni gün ərzində heç istifadə etməsəz də 24 saat qalıcıdır. Düzdür, xüsusi bir özünün qoxusu yoxdur, amma ən azından tərisi gəlmir həqiqətən də. Ona görə bunu da aldım. Belə aldıqlarım bu qədər. Əsas özümə lazımlı olan şeyləri aldım. Məncə, yəni çox endirim var idi. Məncə siz də yararlanmalısınız.